Evelina sözünün mənasını Britaniyada çap olunmuş lüğətlər arasında baxmadığımız kitab qalmadı. Səslənişindən romantik bir gecənin qoynunda saçlarının ətri küləyə qarışan bir mələyin adını xatırladan bu adın mənasını hər lüğət bir cür yozurdu. Qədim Roma adlarından biri Evelin, Evoina, Evelyn, Avelina kimi variantları var. Ola bilsin ki, bəşəriyyətin anası Həvvanın avropalaşmış adıdır. Lüğətlər qəti bildirirdi. Dəqiq mənası bəlli deyil. Məsələ burasındadır ki, 1918-ci ilin sakit və günəşli bir mart səhərində Bakı limanına yan almış Evelin adlı gəminin şəhərə nə fəlakət gətirdiyini hələ heç kəs bilmirdi. Bütün bunlar martın və dərdin çıxa-çıxında baş verəcəkdi. Hələlik isə 1918-ci ilin martında Evelinanın Lənkərandan Bakıya gəlişini hərə bir cür yozurdu. 18-ci ilin mart ayının əvvəlində Novruz bayramına 3-4 gün qalmış. Hacı Zeynalabdin Təqiyevin oğlu orduda idi. Müsəlmanlara icazə vermirdilər ki, Bakıda ordu saxlasınlar. Lənkəranda ordu düzəltmişdi müsəlmanlar. Və Hacı Zeynalabdinin də oğlu Lənkəranda idi. Orada da bir qanun varmış keçmişdə orduda ki, tapançanın xəzinəsində bir güllə saxlayırdılar. Topunu fırladırlar, virirlər başlarına, atırlar. Əgər bəxtinə gəlsə, güllə keçir, açılır. Bəxtinə gəlməsə, açılmır. Beləliklə, Hacının oğlu Lənkəranda vurur, öldürür özünü. Yalçı Manaf Süleymanovun haqqında bəhs etdiyi hadisə həmin sirli Evelina gəmisinin Bakı limanına yan alması ilə tarixi baxımdan bilavasitə bağlı idi. Çünki həmin gəmidə məşhur mesenat milyonçu Tağıyevin oğlunun meyidi gətirilmişdi. Cənazəni Çar Rusiyası dövründə təşkil edilmiş və müsəlmanlardan ibarət Dikaya diviziyanın zabitləri müşayiət edirdilər. Lakin Bakı Universitetinin professoru tarixçi Cəmil Həsənlinin fikrincə, Evelinanın Bakıya gəlişi şəhərdə müsəlmanları cəzalandırmağa çalışan hakim sovetlər və erməni millətçiləri üçün bəhanə idi. Hələ hadisələr baş verməmişdən əvvəl Azərbaycanda ruslar, məxsusən malakanlar yaşayan yerlərə gizli şəkildə məlumat göndərilmişdi ki, müsəlmanlar Bakıda rusları qırmağa hazırlaşırlar. Bu məlumat ötürülmüşdü Xəzər donanmasına, bir də ki, məxsusən Muğanda yaşayan malakanlar arasına. Bunlar da qabaqcadan buna hazırlaşırdılar. Belə olanda indi artıq hər şey hazır idi və bu, yəni bir bəhanə lazım idi bunu törətməyə. Bəhanə də belə oldu ki, Tağıyevin oğlu öz əlində açılan atəşdən o həlak olmuşdu və onun zabit dostları gətirib onu Bakıda dəfn mərasiminə gəlmişdilər və o dəfində iştirak etdikdən sonra bunlar Lənkərana qayıtmalı idilər. Silahlı zabitlər idi və bunların sayı o qədər də çox deyildi. Belə oldu ki, bunlar Lənkərana qayıtmaq üçün Bakı limanında Evelina gəmisinə mindilər və Şamiyan göstəriş verdi ki, bu zabitlər gərək tərk silah edilsin. Zabitlərin tərk silah edilməsi şəhərin müsəlman əhalisini həyəcana gətirdi. Bakı şəhərinin müsəlman əhalisinin həyəcana gəlməsinin əsl səbəblərini açmaq üçün mart hadisələrindən bir qədər əvvələ başa vurmaq lazım gəlir. 1918-ci ilin əvvəllərində Bakıda Çar Rusiyasından qalma və Azərilərin Milli Partiyası Musavatın çoxluq təşkil etdiyi şəhər dumasının fəaliyyəti Sovet tarix dərsliklərindən bizə 26 Bakı komissarları kimi tanıdılan bolşeviklər tərəfindən dondurulmuşdu. Vətəndaş müharibəsinin girdabına düşmüş Rusiya canlı meyid idi. Zaqafqaziyanın millətçi partiyaları Tiflisdəki Üçlər Seymində siyasi polemikalara qapılmışdılar. Sahibsiz Bakıda isə dərə xəlvət, tülkü bəy vəziyyəti yaranmışdı. Əhalinin son dərəcə yoxsul təbəqələrinə və onların neft sənayesini iflic etmiş tətillərinə söykənən hərbi bolşevik rejimi Bakı Soveti hakimiyyətdə idi. Bəs ümumi tətillərdə Sovetləri dəstəkləmiş müsəlman proletariatı bolşevik liderlərindən niyə birdən-birə üz çevirmişdi? Bunun səbəbini Amerikalı, milliyyətcə erməni olan professor Ronald Sön izah edir. Bakı çox millətli bir şəhər idi. O artıq bir əsrdən də artıq idi ki,
Rus üsulu idarəsi altındaydı. Şəhərin mərkəzi hissəsində xristian əhali çoxluq təşkil edirdi. Ermənilər, ruslar və bəzi Avropalılar və əlbəttə bir çox müsəlman dövlətliləri. Azərbaycanlılar, İrandan gəlmiş başqa müsəlmanlar isə şəhərin daha çox neft mədənləri yerləşən ətraflarına sakin idilər. Odur ki, şəhər lap əvvəldən bir növ milli zəmində bölünmüşdü. İnqilab baş verəndən sonra Sovet yaradılarkən, orada əsasən yüksək ixtisaslı fəhlələr, yəni xristian, erməni və ruslar daha çox təmsil olunmuşdular və əlbəttə bəzi müsəlmanlar. Və əslində bu doğrudur ki, Sovet şəhərin müsəlman əhalisini tamamilə təmsil etmirdi. Onlar istər təhsil, istərsə də siyasi fəallıq baxımından xristianlardan geri qalırdılar. Did not fully represent the Muslim workers. Professor Süninin dedikləri qocaman yazıçı Manav Süleymanovun dedikləri ilə üst-üstə düşür. Bir sıra tarixçilərin yazdığına görə Çar Rusiyasının Bakı müsəlmanlarına dair siyasətini milliyyətcə erməni Bolşevik Stepan Şamyanın başçılığı altında Bakı Soveti də davam etdirirdi. Bakı Sovetinin məqsədini başa düşmək olardı. O vaxt hələ 1-ci Dünya müharibəsi davam edirdi. İngilislər Əncəlidə lövbər salaraq Bakıdan işarə gözləyirdilər. Gəncədə qərar tutmuş Azərbaycan Milli Hökumətini dəstəkləyən və ingilislərə düşmən olan Osmanlı türkləri Qafqaza doğru yeriyirdilər. Onların hər ikisinə nifrət edən Bolşevik Rusiyası və Lenin isə Bakını möhkəm saxlamağı Şamyana tapşırmışdı. Belə bir vəziyyətdə türklərə daha çox meyilli olan yerli müsəlman əhalisi şəhərdə arzu olunmaz elementə çevrilmişdi. Yenə də tarixçi Cəmil Həsənliyə müraciət edək. Bolşeviklərin nüfuzu Azərbaycanda və ümumiyyətlə Qafqazda möhkəm deyildi. Yəni bu bir faktı deyim ki, sizə Rusiya Məclis Müəssisəsinə seçkilər keçirilmişdi. Bu seçkilərdə 30 yer müsavatçılar almışdı, bir yer bolşeviklər almışdı. Bakının çoxluq təşkil edən müsəlman əhalisi arasında nüfuzu olmayan Şamyan rejimi gələcəkdə şəhərdə keçiriləcək hər hansı bir seçkidə bolşeviklərin məğlub olacağını bilməmiş deyildi. Yazıçı Manav Süleymanov. Bunların əsas məsələsi şəhərdə müsəlmanın sayını azaltmaq idi. Çünki səs vermə vaxtı birdən-birə müsəlmanların, əhali çox da müsəlman idi axı. Onların sayı elə idi ki, dəhşətə gətirir onları ki, gələcəkdə bunlara səs verməyəcəklərdi. Bu bolşeviklər də səs ala bilməyəcək. Sonra da hətta bolşeviklərlə erlər, menşeviklər belə eləmişdilər ki, seçkidə ancaq şəhər iştirak eləyirdi. Bakı kəndlərini o seçkilərdə iştiraka qoymuşdular ki, sayları artmasın müsəlman deputatlarının. Beləliklə, Bakını Azərbaycandan əlahiddə əfsanəvi kommuna kimi qoruyub saxlamaq istəyən bolşeviklərin yeganə müxalifəti şəhərin müsəlman əhalisi oldu. Lakin bu da faciənin hamısı deyildi. Məsələ burasında idi ki, rəhbərliyində əsasən ermənilər və ruslar əyləşən bolşevik hökumətinin yeganə hərbi dayağı şəhərin yeganə nizami hərbi qüvvəsi olan ermənilər idi. Belə bir şəraitdə bolşeviklər erməni millətçiləri ilə ittifaqa girdilər. Professor Cəmil Həsənli. Bolşeviklər daşnaqlarla və erməni milli komitələri ilə əlaqəyə girdikdən sonra əgər biz Bakı Sovetinin və ondan az sonra Bakı kommunasının, ordusunun tərkibinə, milli tərkibinə diqqət yetirsək, ordu demək olar ki, tamamilə ermənilərdən ibarət idi. Və bu Bakı Sovetinin və Bakı Xalq Komissarlar Sovetinin özünün o tərkibindən irəli gəlirdi. Bakı Sovetinin o zamanki tərkibini isə həmin günlərdə Britaniya hərbi kəşfiyyatının Bakıdakı rezidenti Ronald McDonnell özünün Heç nə əbədi deyil adlı xatirələr kitabında açıqlayır. Tiflis hökuməti dağıldıqdan sonra Şamyan əskər paltarı geyinərək Bakıya gəlmişdi. Mən Qrozndan Bakıya qaydanda artıq Şamyan özünü Bakının sahibi kimi aparırdı. O burada bir koalisiya yaratmışdı. Cavanşir və Sultanov Azərbaycanlıların iki çalarını təmsil edirdilər. Buraya özlərini keçmiş Kerenski hökumətinin nümayəndələri adlandıran Xəzər dənizçiləri də daxil idi. Milliyyətcə Gürcü Caparidze Şamyanın müavini idi və əlbəttə burada bir çox istiqamətləri əks etdirən bir çox erməni nümayəndələr vardı. Bakıda qalan yeganə ordu ermənilər olduğundan ordu zabitlərinin hamısı ermənilər idi. Daşnaqların əli altında olan erməni millətçi ordusu əsl fəlakət yığınağı idi. Onların məqsədi əvvəl-axır şəhərdəki başqa qonşulardan izal olmaqdır.
Britaniya kəşfiyyatı rezidentinin bu nəticəsini professor Cəmil Həsənli belə əsaslandırır. Çox maraqlıdır ki, deməli, Rus imperiyası dağıldıqdan sonra ermənilər Qafqazda bir hakim millətçilik iddiasına düşmüşdülər. Bu tək Böyük Ermənistan iddiası deyildi, bu hakim millətçilik iddiası idi və elə bil ki, o Rusiyanın çöküşündən sonra yaranmış boşluğu ermənilər doldurmaq fikrinə düşmüşdülər və əgər biz həmin dövrdə Qafqazda və Bakıda fəaliyyət göstərən partiyalara diqqət yetirsək, həm SR partiyası, həm də Bolşevik partiyası Qafqazda erməni libasında zühur etmişdi. Biz bu oyunu, yəni 17-ci ilin axırlarından etibarən bu oyunu biz Bakıda müşahidə edirik. Məsələn, ya SR-lərin başçısı Sako Sakyan öz yerini Şamiyana verir, yaxud Şamiyan öz yerini ona verir və burada da məqsəd Azərbaycanda genişlənən milli hərəkatın qarşısını almaq və muxtariyyət ideyasının qarşısını almaq. Bu arada isə milli qırğınların kabusu olan saysız hesabsız şayələr Bakını başına götürmüşdü. Hələ 1918-ci ilin əvvəllərindən daşnaqlar erməni əhalisi arasında müsəlmanların qətliama hazırlaşdıqları barədə şayələr yayırdılar. Şayələrdən qorxuya düşən bolşeviklər müsəlmanların əlində olan silahları sürətlə müsadirə edirdilər. Elə həmin şayələrdən lərzəyə düşən erməni əhalisi isə əksinə sürətlə silahlandırılırdı. Bunun qarşısında şəhərin müsəlman Azərbaycanlı əhalisi tamamilə əliyalın qalmışdı. Yazıçı Manav Süleymanov. Çünki müsəlmanın əlində dəyənəkdən başqa bir şey yox idi. Ermənilər hamısı hərbi təlim görmüş idi, orduda olmuşdular və beləliklə də bilirdilər bütün taktikanı da hər cəhətdə. Bakıdakı erməni hərbi birləşmələrinin yüksək döyüş hazırlığını yazıçı onların peşəkar ordudan olmaları ilə izah edir. Erməni hərbi hissələri Türk cəbhəsindən birbaşa gəldilər Tiflisə tərəf. Tiflisə də gələndə istəyirdilər orada mərkəzi salsınlar, otursunlar. Ondan sonra da başlasınlar bütün Zaqafqaziyaya ağalıq eləməyə. Burada onların əleyhinə qabağına Gürcülər çıxdı. Çünki Gürcülərin də hərbi hissələri vardı. Sonra onların da Menşevik partiyası vardı. Bunların Daşnaq partiyası qarşısında. Beləliklə gördülər yox. Gürcüstanda yerləşə bilməyəndə yürüdülər Bakıya. Beləliklə məlum olur ki, yerli və silahlı erməni birləşmələrinin özəyini 1-ci Dünya müharibəsinin cəbhələrində türklərlə döyüşlərdən çıxmış erməni hərbi hissələri təşkil edirdilər. Bu ordunun tərkibində sayı dəqiq bəlli olmayan Ərzurum erməni qaçqınlarından ibarət xatalı və kinli bir zümrə də vardı. Beləliklə, Bakıda dinc əhali böyük siyasi oyunun əsas fiqurlarına çevrilmişdi. Professor Cəmil Həsənli söhbətinə belə davam edir. Hələ axı 1-ci Dünya müharibəsinin ilk günlərində məlum idi ki, başlanmış hərbidə dünyanın siyasi xəritəsi dəyişəcəkdir. Eyni zamanda ermənilər də bunu görürdülər ki, başlanan hərbidə xəritə dəyişəcək. Yəni ermənilər toqquşmaq üçün bəhanə axtarırdılar. Sadəcə olaraq onu özləri üçün əlverişli məqamda başlamaq istəyirdilər. Əlverişli məqam və onun bəhanəsi isə həmin mənhus mart səhərində öz ayağı ilə Bakı limanına yan almışdı. Əslində bu məqama qədər istər erməni, istər Azərbaycanlı, istərsə də qayıb tarixçilərinin dedikləri üst-üstə düşür. Fikirlər və rəylər adı qədər müəmmalı Evelinanın Bakı limanına yan almasından sonra haçalanır. Professor Ronald Süni. In late March of 1918, a ship came to the Baku harbor, Evelina, and on it was 1918-ci ilin martında Bakı limanına Evelina adlı bir gəmi gəldi. Gəmi silahlı müsəlman diviziyasının komandası altında idi. Həmin diviziya Rusca Dikaya diviziya, yəni vəhşi diviziya adlanırdı. Sovet öz nümayəndələrini limana göndərib ki,
gəmi heyətinin məqsədlərini öyrənsin. Elə bu sual-cavab vaxtı davadalaş düşüb və atəş açılıb. 1918-ci ilin mart qiyamı əslində bu hadisədən başlanır. That led to the uprising or rebellion of March 1918. Azərbaycan tarixçilərinin fikrincə, Evelina gəmisindəki hərbçilər heç bir qalmaqal düşmədən tərk silah edilib. Lakin bu hadisənin arxasında qəsd görən Azərbaycan nümayəndələri az-çox silahı olan müsəlmanların da tərk silah edildiyini gördükdən sonra dəhşətə gəldilər. Professor Cəmil Həsənli. Və müsəlman əhalisi deməli mart ayının 30'unda Təzəpir məscidinə toplaşdılar. Və Təzəpir məscidində tələb edildi ki, böyük mitinq keçirildi və tələb edildi ki, zabitlərin silahları özlərinə qaytarılsın. Bolşevik nümayəndəsi kimi danışıqlarda iştirak edən Çaparidze söz verdi ki, silahlar zabitlərə qaytarılacaq. Lakin hər iki tərəfin əsəbləri gərilmə məqamına çatmışdı. Yazıçı Manav Süleymanov isə bildirir ki, necə deyərlər, cin şüşədən çıxdıqdan sonra qalanı Əzrailin işi idi. Ən adi küçə mübahisələri belə getdikcə genişlənən toqquşmalara çevrilirdi. Şamaxı yolunda bir dəstə erməni gəlirmiş. Hər bir hissə, orada da müsəlmanlar dayanıbdı. Onlar təfinin Azərbaycanlılar da dayanıblarmış küçədə. Ki, bəs çıxınca edən buradan filan, müsəlman da deyir ki, evimin qabağından harı gedim, erməninin bu acığına gəlir, onu vurur. Sonra burada da o ermənini vururlar filan. Elə bilginən ki, barı tam barına alov göstərdilər. Tarixçi Cəmil Həsənli söhbətinə davam edir. Bu gərilmə məqamı martın 30'unda gündüz saat 5'də deməli baş verdi. Dənizdə ki Xəzər hərbi donanması dayanmışdı. Oradan ilk atəşlər açıldı və Bakıda müsəlman türk əhalisinin soyqırımı başladı. Bu deməli martın 30'u, 31'i, aprelin 1'i və ikisi günortaya qədər bu davam elədi. Yəni çox qanlı hadisələr deməli baş verdi. Çox maraqlıdır ki, o hadisənin baş verməsin o dövrdə Səlim Səyyah adında bir şair Bəsirət qəzetində onu təsvir etmişdi. Bir şeir yazmışdı. Kim unutmuş tam 10 saat dənizdən Ərdahan, Tazəpir güldəstəsin tağın edib bombardıman. Türkün asarı Oğuz xan qələsini etdiyi nişan, Məscid-i Şahə atıb toplar bu işrar-ı zaman. Bu bağışlanmaz fəciyyə əffə qabilmi məgər?